üçün qədim bir nağıl danışacağım. Gəlin hamınız yaxın oturun, sakit oturun, qulaq asın. Biri vardır, biri yoxdur. Azərbaycanın dilbər güşələrindən, qədim kəndlərindən birində bir nənə və baba yaşayırdı. Baba hər il əkin əkirdi. Bu il o qərara gəldi ki, turp əksin. Baba turpu əkdi. O hər gün gəlib baxırdı ki, görsün turp yetişib ya yox. Bir gün baba həyətə gəldi. Baxıb gördü ki, nənə babadan tutdu. Baba turpdan qatdılar, turpu çıxarda bilmədilər. Onlar bilmədilər ki, nə etsinlər? Uşaqlar nə etsinlər? Biz bilmirik nə etsinlər. Nənə qərara gəlir ki, dünyanın müxtəlif ölkələrində yaşayan 7 övladından biri dənizi köməyə çağırsın. Dəniz bizim vətənimizin dilbər güşəsi olan, qala olan Şuşada yaşayırdı.